Dəyərli kanal izləyiciləri, bugün sizinlə vəziyyətlərin və ədədlərin kodlaşdırılmasına dair bir sıra qaydaları izah edəcəm. Gəlin başlayaq. Əvvəlcə ədədlərin kodlaşdırılmasına baxaq. Deyir ki, n bitlə kodlaşdırılan maksimal ədəd deməli 2 üstü n minus 1 düsturu ilə hesablanır. N bitlə kodlaşdırılan minimal ədəd 2 üstü n minus 1 düsturu ilə hesablanır. Vəziyyət sayına baxırıq. Vəziyyət sayı. N bitlə kodlaşdırılan maksimal vəziyyət sayı, hal 2 üstü n düsturu ilə hesablanır. N bitlə kodlaşdırılan minimal vəziyyət sayı isə 2 üstü n minus 1 plus 1 düsturuna hesablanır. Gəlin bu nümunədə göstərək. Deməli, 9 bitlə kodlaşdırılan maksimal ədəd 2 üstü 9 minus 1 bərabər 2 üstü 9 512 çıxılsın 1 bərabərdir 511 maksimal ədəd. 9 bitlə kodlaşdırılan minimal ədəd 2 üstü 9 minus 1 o da bərabərdir 2 üstü 8 256 minimal ədəd. Vəziyyət sayına baxırıq. Vəziyyət sayı isə 9 bitlə kodlaşdırılan maksimal vəziyyət 2 üstü 9 bərabərdir 512-yə. 9 bitlə kodlaşdırılan minimal vəziyyət sayı deməli 2 üstü 9 minus 1 plus 1 bərabərdir. Deməli 2 üstü 8 256 üstəgəl 1 bərabərdir 257 vəziyyət sayı var.